Severler meskeni, zəhmət, hünər, vətəni. Söz severler meskeni, zəhmət, hünər, vətəni. Sənə qoşdum nəğməni, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım. Azərbaycanım, şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım, şərəfim, şöhrətim, şanım. Əsirgəməz töhfəsin, min neymətli bəhrəsin. Əsirgəməz töhfəsin, min neymətli bəhrəsin. Dost açar süfrəsin, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım. Şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım. Könlümüz vətən, sözümüz vətən, fikrimiz vətən, zikrimiz vətən. Vətəndən sarı bizim işimiz, vətəndən sarı hər yer işimiz. Yolumuz da belə vətəndən keçir. Vətəndə gəzir, vətəndə yeyir, vətəndə içir. Vətəndə baxır, vətəndə görür. Vətəndə seçir, vətəndə sevir. Vətəndən başqa heç nəyi görmür. Vətəndən başqa heç nəyi duymur. Vətəndən başqa heç nəyə uymur. Bu dörd divarda bir hava əsir. Bir hava burada hər şeyi kəsir, hər şeyi biçir. O bir havadır, təkcə bir hava. Vətən havası, vətən havası. Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Dünyanın boyu boyunda, qarış-qarışında yaşayan hər bir Azərbaycanlıya buradan gözəl salamlarımı söyləyirəm. Necə ki, o gözəl musiqi ilə sizləri salamladı bizim gözəl bəyimiz, gözəl müğənnimiz Səbuhi bəy və gözəl musiqiçilərimiz. Bugün də yenə həmişə olduğu kimi xəzinələr açar olan musiqidən danışacağıq, musiqiyə söz verəcəyik. O musiqi ki, insanı
özündən alır, aparır sirli bir aləmə. Əlbəttə, əzizlərim, o sirli aləmdə hər bir insan götürəcəyi bir şeylər var. O insanın özündən asılı. O insanın özünün zənginliyinə bağlı. Arzum odur ki, bu gözəl proqramdan gözəl bir şeylər götürək içimizə, qəlbimizə. İçimiz nurlansın deyirəm, qəlbimiz nurlansın, sevgi ilə dolsun deyirəm. Və həmişə olduğu kimi əziz tamaşaçılar, mən gözəl tamaşaçılarıma bu gözəl bəyləri, gözəl musiqiçiləri təqdim eləmək istəyirəm. Gözəl səsli bəyimizdir. Respublikamızın əməkdar artistidir. Qarabağın səsini, Qarabağın nəfəsini yaşadanlardandır. Və o torpağın suyunu içmiş, o torpağın ab-havasını duymuş gözəl bəyimiz Səbuhi İbayev. Səbuhi bəy, xoş gəlmişsiniz əzizim. Çox xoşdur sizləri burada görmək, bu gözəl vətən havası proqramında görmək. Çox sağ olun xanım, mən də sizi salamlayıram. Bizim kollektivi salamlayıram, tamaşaçılarımızı salamlayıram. Bu günləri bizi dəvət etdiyiniz üçün sizə minnətdaram. Çox sağ ol əzizim, çox xoşdur sizləri burada görmək. Bizim gözəl tamaşaçılarımız əlbəttə bu gözəl bəylərimizlə tanışdı. Ancaq mən istərdim yenə o gözəl bəylərimizi, hansı ki o gözəl bizim musiqimizi yaşadır və bizlərə ərmağan eləyir. Babalarımızın yadigarıdır deyərdim. Tarixi mirasımızdır tarımız. Onu qoruyaq, onu yaşadaq. Onu yaşadan, onu qoruyan və onu deyərdim öz barmaqlarından cana gətirən bəyimizdir. Rövşən Qurbanov. Rövşən, xoş gəlmişsən əzizim. Çox xoşdur sizləri burada görmək. Əlbəttə, səni də kamansız mən təsəvvür eləyə bilmirəm. Bu gözəl, mən deyərdim, o kamanın səsi bizi də bir sirli aləm aparır. Bir ilahi bir eşq saflığı var deyərdim o kamanın səsində və tarla kaman necə ki bir ailədə, bir dünyada bir qadınla bir kişi bir-birini tamamladığı kimi mən deyərdim musiqidə də tarla kaman bir-birini tamamlayır. Və çox xoş gəlmisiniz deyirəm bu gözəl bizim proqramımıza Ceyhun Muradov. Çox sağ olun ki gəlmisiniz. İndi sizin o gözəl musiqilərinizi eşitmək istəyərdik Səbuhi bəy. Nə hazırlamışsınız bugünkü proqrama? Segah səsi oxuyacaq. Çox xoş olur. Qarabağlı olarsan, segah oxuyasan. Buyur əzizim.
fikrim xəyalım aman. Yığılmır yollardan fikrim xəyalım. Görəm bu yollarda kimin var mənim. Sazda kərəmiyə qoşulan səsim balam. Sazda kərəmiyə qoşulan səsim, kəmanda illəyən qəmim var mənim. Kəsilib qapıdan gedib gələni, yox mədləb qalanım qədir biləni. Dumanlar içində içində yorğun köhlənib, tufanlar içində gəmim var mənim. Hüseyində yoldu qönçə niyyətin, daşlara toxundu ilk məhəbbətin. Özgəni güldürən sözüm söhbətim, özümü yağladan qəmim var mənim ay bayım. Aman ayda qıbiyədədəy, mən sənə yüz tutub deyirəm yenəyə. Mən sənə yüz tutub deyirəm yenəyə. Niyə ürkək baxırsan mənə? Niyə ürkək baxırsan mənə? Niyə gülümsəyib baxdın ay qəşəng? Niyə gülümsəyib baxdın ay çiçək? Axı ürəyimi yaxdın ay çiçək. Niyə gülümsəyib baxdın ay qəşəng? Sinəsi parlad par-par, Xəzərin sinəsi parlad par-par. Yel əsdi titrədi 80 dişanlar, yel əsdi titrədi 80 dişanlar. Könlümə nəğmətə yaxdın ay çiçək. Könlümə nəğmətə yaxdın ay çiçək. Axı ürəyimi yaxdın ay çiçək. Niyə gülümsəyib baxdın ay qəşəng? Axı ürəyimi yaxdın ay çiçək. Niyə gülümsəyib baxdın ay çiçək? Çox sağ ol Səbuhi, çox var olun deyirəm. Ruhunuz var olsun. Dedik ki, Qarabağlısınız.
Ümumiyyətlə, hər bir insan Bakıda yaşasa da öz bölgəsinə getməyəndə, heç olmasa ildə bir dəfə gedib oranın suyunu, havasını almalıdır. Mən özüm də məsələn, bilirsiniz ki, Balakən rayonundanam. İldə bir dəfə heç olmasa ora getməsəm, hiss edirəm ki, nəysə bir şey çatışmır. Sadəcə insanlar üçün deyil o. Sadəcə o dağların havasını almaq, oranın suyunu içmək, ümumiyyətlə, bir sirli şeylər var. İnsan özündən asılı olmayaraq oradan aldığı bir şeylər var. Siz necə? Gedə bilirsinizmi? Təbii ki, siz ildə dediniz, mən inanırsınız, ayda, 2 aydan bir mən mütləq gedirəm, ziyarət edirəm, atamı, anamı, qardaşımı. Bütün qohumlar oradadır, hamısını ziyarət edirəm. Sizin kəndiniz... İşğaldadır, bəli, təbii ki. Ancaq har tərəfə gedirsiniz? Elə kəndimizin yaxınlığında Ağdamın bir kəndi var, Təzəkənd adında bir kənddir. Elə orada yaşayırıq. Yəni, orada Azərbaycanlılar var. Bizdən 2 kilometr yarım Təzəkənd. Bizim kəndimiz Şurabatdır. Yəni, bundan sonra qoyulub Təzəkənd? Yox, əvvəldən elə vardır. Əvvəldən də var Təzəkənd. Vaxtı ilə salınanda Təzəkənd qoyublar adın. Oradan da 2 kilometr yarım belə olar bizim kəndə. Bizim kənd alınıb, kəndin aşağısında ermənilər. Ancaq torpaqdır əlbəttə. Oradan ala bilirsiniz aldığınız şeyləri. Hətta mən eşitmişəm ki, bu Qarabağlıların sözüdür. Ən çox da Arif Babayevdən, gözəl sənətkarımız, böyük sənətkarın dilindən bu sözü eşitmişəm ki, belə eləyərdi həmişə. Ustadımız deyir ki, mən oranın havasından böyümüşəm. Oranın havasını, suyunu almadığım zaman özümdə, səsimdə nəysə bir xoşa gəlmir özümün ab-ı havası, özümün xoşuna gəlmir, səsim sözümə baxmır. Belə bir şey. Hər dəfə ora gedəndə elə bir ruh təzələnir. Elə bir o yorğunluq, o küskünlük, elə bir adam bir balaca çıxır canından. Elə sirli şeylər var ki, onu dillə, hansısa bir qələmə götürmək, yazmaq, demək, açılmayan şeylər var ümumiyyətlə. O da mən deyərdim ki, həmən bir hisslər də açılmayan hisslərdir. Yəni, deyirik, gedirik, gəlir. Bəlkə ondan da daha sirli bir şeylər var ki, elə bir notlar var, həqiqətən açılmayıb. O insan üçündür onlar. Allah Teala bizim üçün bu şeyləri qoyub. Mən sizə ancaq uğurlar arzulaya bilərəm. Siz bir dəfə də bizim proqramımızda olmuşsunuz. Ondan sonra yeniliyiniz varmı? Ümumiyyətlə, nə üzrə işləyirsiniz, hansısa musiqi və başqa, bilirəm ki, opera balet teatrının solistisiniz. Gözəl Məcnun oynamışsınız. Çox gözəl Məcnun oynamışsınız. Hətta mən deyərdim, sən cavansan, yəni 30 yaşın var da. Var mı? 38. Var mı? Çox cavan görünürsən, amma olsun yenə. Ancaq 38 olsa da mən ümumiyyətlə sənin səsin tembrini mən bir 60 yaşlı bir kişi səs tembrinə bənzədirəm. Həmişə, əvvəldən də. Yəni, çox gözəl səs tembrim var. Nə deyərdim? Yəni, orada da Məcnun'da oynamışsınız. Çox gözəl də həm görünüşünüzə gedir o rol, həm amma çox çətin də bir obrazdır. Baxmışam, çox uğurlu bir rol olub. Ondan sonra oynadığınız rolunuz var mı? Təbii ki, Leyli Məcnundan sonra Aşıq Qərib oynamışam, Şah İsmail oynamışam. Şah İsmaildə hansı rol oynamışsınız? Şah İsmailin özünü oynamışam. Nə gözəl, nə gözəl. Aşıq Qəribdə də? Qərib oynamışam. Demək olar ki, bütün qəhrəmanları oynayırsınız da orada. Baş rollarda oynayıram. Ondan sonra təbii ki, konsertlərimiz, dövlət tədbirləri, ümumiyyətlə, qastrollar, səfərləriniz də olur mu? Olur. Bu yaxınlarda səfərdə idik, Dubayda səfərdə idik. Bəli. Orada da muğam ifaçılarla bir yerdə sıxalıb. Bəli, gözəl bir konsert verdik orada da. Nə münasibətlə idi? Bizim mədəniyyət günləri ilə bağlı. Mədəniyyət günləri, çox gözəl. Çox uğurlar olsun. Qəbələ festivalı oldu. Qəbələ festivalı. Bəli, orada iştirak edildi. Ondan sonra Rövşən Qurbanova ilə bir yerdə Şəkidə festivalda oldu. Şəkidə, nə gözəl bir yerlərdir. Şirniyyat festivalıdır orada. Nə festivalı? Şirniyyat festivalı, birinci dəfədir. Şirnilərdən dadınız mı Şəki şirnilərindən? Təbii ki, çox gözəl. Çox gözəl, çox sizə uğurlar olsun. Mən ümumiyyətlə mənim özümə də maraqlıdır, yəqin gözəl tamaşaçılarımıza da maraqlı olar. Siz əlbəttə muğam ifaçısınız. Heç ümumiyyətlə içinizdə elə bir şey olubmu? Bir yenilik eləyəsiniz, bu muğam ifasıyla bir, nəysə bir cazla mı sinteziniz olsun, replə mi? Yəni bir ümumiyyətlə bu musiqi janrlarla heç maraqlanmısınızmı özünüz? İçinizdə varmı elə bir arzu? Ola da bilir. Yəni bu ola bilər, amma mən hələ ki, yəni hələlik ordasınız. Hələ ki bizim bu muğamlarımız necə bizə hələ sənə, yəni öyrənirsən də, ustadlarımızdan necə təhvil verilib, hələ ki oxuyuruq.
Yəni, elə bir fikrim yoxdur ki, nəsə muğamımıza bir əlavə şeylər qatam. Yox, o əlavə deyəndə bilirsiniz necə? Muğama demirəm. Sintez, hansısa bir musiqinin sintez özü bir... Hələ ki, elə bir şey... Amma mən çox arzulayardım. Təklifini almamışam. Yəni, bilirsiniz necə? Biz Azərbaycanda biraz o çərçivədə çox, ümumiyyətlə, dərsdə də bunlar keçilir, mən bilirəm. Ümumiyyətlə, mən sevmirəm, amma o çərçivəni ki, belə olsun, belə olsun, belə olsun deyilən bir şey yoxdur, əzizim. Sənət böyük bir, yaradıcı bir şeydir. Bilsən, ona yaradıcı yanaşanda o çox böyük bir sənətdir. Əlbəttə, mən demirəm, bunları öyrənmək. Elə bil ki, onu tam özündə həll eləyəndən sonra tam. Əlbəttə, onu öyrənmək özdə adam, ümumiyyətlə, mənə elə gəlir ki, bütün sənətdə olduğu zaman öyrənə-öyrənə gəlməlidir. Amma ondan başqa adamın içində də bir şeylər olur da, bir maraq. Bir maraq ki, mən, bəli, o heç adamın özündən asılı olmur. İnsan bişir, sənətdə bişir və hiss edirsən ki, sənin içində nə isə bir başqa bir şey də var, səni narahat eləyir və onda oradan bir başqa bir yaradıcı bir iş çıxır. Mən onu demək istəyərəm. Yəni, mən istəyərdim bütün Azərbaycan sənətçilərində bunu görmək istəyərdim. Necə ki, Alim Qasımovda biz onu görmüşük. Sevda xanım, familiyası hansıydı? Sevda Ələkbərzadə. Çox gözəl sənətkar. Yəni, mən onların çox vurğunuyam. Yəni, görürsünüz, hər zaman axtarışda, yenilik və insanın, bilirsiniz, necə kafasında, başında bir başqa şeylər yaranır ona baxdıqca. Mən onu demək istəyirəm. Əlbəttə, mən demirəm ki, muğamlara nəsə yeni bir şey əlavə edilmək. Dəyərləndirirəm, amma yəni, elə bir şey hələ ki, hələ özündə hiss eləməmsən. Amma mən sənə yenə uğurlar arzulayıram. Çox xoşdur sizləri burada görmək. Amma mən də gözəl tamaşaçılarımızla bugün bir gözəl şeiri bölüşmək istəyərdim Ceyhun bəylə bir yerdə. Çox gözəl bir şeirdir. Qəm döyən qapılar. Məmməd İsmail. Buyur Ceyhun. Ana bətni ya məzar. Ana bətni ya məzar. Həyatın sərhədləri. Çəkdiyimiz müsibət bir udum hava üçün. Qalmağa yer gəzirdi bu dünyanın dərdləri. Ağaclar ucalırdı quşlara yuva üçün. Gəlib məndə kəsişir kəsişməyən sərhədlər. Yer altı da mən idim, yer üstü də mən oldum. Yer altı da mən idim, yer üzü də mən oldum. Gəldim, qarışqa kimi canıma dortdu dərdlər. Gəldim, qarışqa kimi canıma doldu dərdlər. Qəm döyən qapıların birisi də mən oldum. Bəli, əzizlərim, qəm döyən qapıların birisi də mən oldum. Qəm insanı böyüdər deyirik. Dərd insanı yetişdirər. Əlbəttə, mən istəyərdim o dərd hər birimizin içində müqəddəs dərd, müqəddəs kədər, müqəddəs qəm olsun. Çəkə bilməyəcək dərd olmasın. İçimizdən yeyilməyək, içimizdən sökülməyək. İçimizdə qurulaq, içimizdə böyüyək, insan olaq. Vətənimiz üçün yararlı övlad olaq. Məmməd Araz deyir, vətəndaşı olmayandan olmaz ölkə vətəndaşı. Hər birimiz vətənin daşı olmağa bacaraq. Bəli, çox sağ olun əzizim, çox var olasınız. Yenə əlbəttə bu şeirdən sonra, bu gözəl sözlərdən sonra mən yenə istəyərdim Səbuhi bəyin ifasını dinləyək. Nəyiniz var Səbuhi? İnşallah bir başqa təsnif oxuyarıq. Amma bu şeir məni çox duyğulandırdı. Bizim istədiyimiz də budur əslində, həm sizi, həm tamaşaçıları duyğulandırmaq və o duyğu ilə içimizə bir şeylər almaq. Buyurun əzizim, eşidək siz.
küçələrə süsəpmişəm, küçələrə süsəpmişəm. Yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Elə gəlsin, elə gəlsin. Elə gəlsin, elə geçsin. Aramızda söz olmasın, aramızda söz olmasın, ey söz olmasın. Simavara ot salmışam, simavara ot salmışam. İstəkana qənd salmışam, İstəkana qənd salmışam. Yarım gedib tək qalmışam, yarım gedib tək qalmışam. Nə əzizdir yarın canım, nə şirindir yarın canım, yarın canım, yarın canım, yarın canım, yarın canım. Durub önümdə yenə gül cəmalı sevgilimin, durub önümdə yenə gül cəmalı sevgilimin. Gəzir başımda dəmadəm xəyalı sevgilimin. Onun yegane ümidi pənahı bir mən idim. Onun yegane ümidi pənahı bir mən idim balam. Necə keçir görəsən mənsiz halı sevgilimin, ay aman, ay ay aman.
Düşəyəm ona mən dönməz əhdi peymanından. Yanımda hörməti çoxdur vəfalı sevgilimin. Məni deyər düşünər, ay məni deyər düşünər, baxmaz seçər yar sözünə. Yanımda hörməti çoxdur vəfalı sevgilimin. Qədəm qədəm gəzəsən ərz asimanı əgər, İnan tapılmaz bircə misal sevgilimin. İnan mənim sözümə eylə etiqad müştaq, bütün cəhana dəyər bircə xalis sevgilimin. Qaşların kamal gözəldir, dağlarda duman gözəldir, qaşların kamal gözəldir. Hüsnünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Hüsnünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Alıp dönəlimi başdan, keçmək olmaz bu göz qaşdan. Alıp dönəlimi başdan, keçmək olmaz bu göz qaşdan. Səni mən yaman sevirəm, ürəkdən canlanı sevirəm. Səni mən yaman sevirəm, ürəkdən canlanı sevirəm. Mənə gəl eylə vəfayar, aşiqə etmə cəfayar. 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 Çox sağ olun Şəbab bəy, çox var olasınız. Proqramımız demək olar sona yetmək üzrədir. İstəyərdik son mahnını sizdən alaq. Nə hazırlamışsınız bugünkü gözəl tamaşaçılarımız üçün? Həmə xanım, desəm ki, bugünkü biz verilişdə hamısı elə bax burada hazırlanır. Elə odur da, mən istədiyim də elə odur. Hə. Yəni, indi... Nə ürəyinizdən keçir?
idim, gəlmən idim Gəl güzəlim, gəl mələyim Gəl güzəlim, gəl mələyim Gəl mənim indiyər Qəlbim sənindir Güvrən nə güzəl, nə güzəl, nə güzəl Çalan nə güzəl, nə güzəl, nə güzəl Al sazı, çal sazı Et nazı, tenlər oynasın 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 Göyünüzdə qızıl günəş, köksünüzdə rahat nəfəs, çevrənizdə el, ailə, arxanızda dost olsun. Evlərinizdə birlik, süfrənizdə bərəkət, ocağınızda hərarət, əllərinizdə dostluq olsun. Dilimizdə məhəbbət, ürəyimizdə ümid, gözlərinizdə həyat, başımızda vətən havası olsun. Sağ olun əzizlərim. Gələn görüşlərə dək. Salamat qalın.